Passage 1. Fəsil 1. The date palms are wonderful trees. Xurma ağacları valehedici ağaclardır. Their fruit is the date, which is sweet and brown. Onların meyvəsi şirin və qəhvəyi olan xurmadır. People eat date, feed animals with it, use its hard parts to build houses, boats, and make bags from its leaves. İnsanlar xurmanı yeyirlər, onunla heyvanları yemləyirlər, onun sərt hissələrindən evlər, qayıqlar inşa etmək üçün istifadə edirlər və onun yarpaqlarından çantalar hazırlayırlar. They burn some parts of the date trees while cooking food. Onlar yemək bişirərkən xurma ağaclarının bəzi hissələrini yandırırlar. Dates have a sweet taste and people can easily use them instead of sugar or candy. Xurmaların şirin dadı olur və insanlar onlardan asanlıqla şirini yaxud da ki şəkər əvəzi istifadə edə bilərlər. They are also a source of energy. Onlar həmçinin enerji mənbəyidir. Dry dates can be kept in cold, dry places for many months. Qurudulmuş xurmalar bir neçə ay soyuq, quru yerlərdə saxlanıla bilər. It helps not to throw away the dates which are not used. Bu, istifadə edilməyən xurmaların atılmamasına kömək edir. The date palms come from the Middle East. Xurma ağacları Orta Şərqdən gəlir. According to the historical sources, 7,000 years ago, people there ate dates, made pictures of date palms on their stone buildings. Tarixi mənbələrə görə 7000 il əvvəl oradakı insanlar xurmalar yerdilər, xurma ağaclarının şəkillərini öz daş binaları üzərinə çəkirdilər. There are more than 2,700 kinds of date palm trees. 2700-dən daha çox xurma ağacları növü var. Today, Egypt, Iran, Algeria, and Saudi Arabia are the largest date sellers in the world, but these regions don't have enough water. Bugün Misir, İran, Əlcəzair və Saudi Ərəbistan dünyadakı ən böyük xurma satıcılarıdır. Amma bu ərazilərin kifayət qədər suyu yoxdur. It also shows that the dates can grow in difficult environmental conditions such as deserts. Bu həmçinin göstərir ki, xurmalar müxtəlif mühitli şəraitlərdə, eləcə də səhralarda yetişə bilər.